Əvvəla hər kəsə salam. Buradan Azərbaycan Respublikasının Təhsil İnstitutuna səslənirəm. Sizin tarix fən müəllimlərinə qarşı üstü kininizin, nifrətinizin, soyqırımınızın səbəbi nədir? Niyə digər fənlərdə iqtisad suallarını, metodika suallarını daha asan səviyyədə qoyursunuz, bizi daha çətin səviyyədə qoyursunuz? Bəlkə tarix fən müəllimləri 30 saat dərs deyir, bəlkə 40 saat dərs deyir. Ay hörmətli Arti. Tarix fən müəllimləri var ki, elə müəllimlər tanıyıram ki, 6 saat dərs işləyirlər. Onlar ümidli idilər ki, sertifikasiya imtahanında yüksək nəticə göstərəcəklər və onların maaşları qalxacaq, 35% düşəcəklər. Amma sizin bu soyqırımınız səbəbindən, kininizin nifrətinin səbəbindən onların bu arzuları ürəklərində qaldı. Deməli, metodika sualları 24 iyun tarixində keçirilən imtahanda metodika sualları çox çətin səviyyədə idi. Düzdür, iqtisad sualları rahat idi. Yəni, öz ixtisasını bilən bir tarix müəllimi ən azı 30-35 düz yaza bilərdi. Amma metodika sualları ümumən çox çətin səviyyədə olan suallar idi. Yəni, yazılması mümkün olmayan suallar idi. Xüsusən də 3-4 sual vardı ki, onlar problemli suallar idi. Sualları bir cizə səsləndirmək istəyirəm buradan. Sizin təlimdə, indi bəzi təlimçilər var ki, bu suallara özünə uyğun səviyyədə, yəni Azərbaycan Respublikası Təhsil İnstitutu deyir ki, qatıq qaradır, bunlar deyirlər qatıq qaradır. Yəni özlərinə uyğun səviyyədə deyirlər ki, bu suallar düzdür. Xeyr, bu suallar çox səhv idi. Deməli, sualın biri belə idi. Sinifə əcnəbi ölkədən bir şagird gəlib. Və o şagird nə qədər çalışsa da, hələ də digər şagirdlərlə uyğunlaşa bilmir. Bu vəziyyətdə müəllimin hansı addımı daha effektiv olar? Mən və mənim kimi 99% həmkarlarım bu cavabı götürüblər ki, onların bir-birinə, uşaqların bir-birinə uyğunlaşması üçün, onların mədəniyyətlərinin bir-birinə uyğunlaşması üçün layihə təşkil etməlidir. Yəni, bu layihə qurmalıdır ki, bu layihə üzərində bir yerdə işləsin və bir-birinə mədəniyyətlərini uyğunlaşsın, mədəniyyətlərini öyrənsinlər. Yəni, belə bir cavab götürmüşdük burada. Amma bizim hörmətli Artimiz necə götürmüşdü cavabı? Müəllim şagirdin əlindən tutub, bütün məktəbi gəzdirməlidir və bir-bir şagirdlərlə tanış etməlidir. Ay hörmətli Təhsil İnstitutu, müəllimin o qədər geniş vaxtı varmış ki, müəllim bütün dərslərini açsın kənara, bir nəfər şagirdin əlindən tutsun və bütün məktəbi gəzdirsin və bir-bir sinif qapılarını döysün, desin ki, bu əcnəbi ölkədən bu şagird gəlib, əlindən tutub apar bir-bir sinifləri gəzdirsin, desin, bu əcnəbi şagird gəlib, Ayşələ, gəlin bundan bir-bir tanış olun. Hansı ağılla bu cavabı siz götürmüsünüz? Yəni, bunu yazan, bu cavabı qeyd edən təlimçi hansı vəziyyətdə olub ki, bu cavabı qeyd edib? Üstəlik, tutaq ki, yəni 11 sinif uşağıdır, oğlan uşağıdır. Hansı 11 sinif oğlan uşağı özünü sığışdıra belə bir şey? Mən götürəm uşaq əlinə yapışıram, 11 sinif oğlan uşağı əlinə gəzdirəm bütün məktəbi, bir-bir siniflər döyüb bu uşağı deyirəm ki, bəs bu belədir, belədir. Üstəlik də bu proses sinifin içindədir. Bütün məktəbə aiddir ki, uşaq sinifdəki şagirdlərə uyğunlaşa bilmir. Mən sinifdə nəsə etməliyəm ki, uşaq bunlara uyğunlaşsın, bu mədəniyyətlərini öyrənsin, bir-birinə yaxınlaşsınlar. Siz nə ağılla bunu yazmısınız? Digər bir sual, necə bir sual? Deməli, müəllim şagirdlərə Nizami Gəncəvi anadan olmasının başqa təqvimlərdə neçənci olduğunu müəyyənləşdirməyə tapşırır. Bizim artimizdə açar söz götürüb ki, müəyyənləşdirmə anlama mərhələsinə aiddir. Açar sözü götürməyə əvvəlində söhbət nədən gedir? Uşaq bunu çevirməlidir digər təqvimlərə. Çevirmək nədir? Tətbiq etmək. Və salam da, hesablamalıdır uşaq bunu bilməlidir ki, bunu hesablamalıdır ki, uşaq ki, bilsin ki, bu neçənci anda olub digər təqvimlərdə. Sizin məqsədiniz nədir? Yəni, xüsusi bizə qarşı bu kininizin, nifrətinizin məqsədi nədir? Neynəmək istəyirsiniz ki, nə vaxta qədər bizə qarşı bu kin, nifrət davam edəcək? Nə vaxta qədər sizin kimi belə o ağılda olan təlimçilər belə bir cavab qeyd edəcəklər və biz sizə görə öz maaşımızdan olacaq? Nə qədər insanı siz çörəyini kəsəcəksiniz? Nə qədər müəllimin axına girirsiniz, günahına girirsiniz? Məqsədiniz nədir sizin?